Yuzarsif üçün araba və kəcavə lazımdır. Tez hazır elə. Biraz tələs. Yola düş. Yenə nə olub ki? Cənab Horemhop Zaviranı mübarək qədəmləri ilə zinətləndirib. Gəlmişik ki, Yuzarsifə aparaq. O azaddır. Hökümdar Amunhotep onu görmək istəyir. Yəni bundan sonra Yuzarsif'i görməyəcəyik? Yoxsa sən Yuzarsif'in əbədi olaraq zindanda qalmağını istəyirsən? Yox. Mən onun azad olmağını istəyirəm. Amma ondan ayrılmaq mənim üçün asan olmayacaq. Düşünürəm ki, məhbuslardan heç biri Yuzarsif'in ayrılığına dözə bilməyəcək. Məhbuslar, hətta keşikçilər belə bu vaxtacan yalnız Yuzarsif'ə görə Zavireyə dözüblər. Lap yaxşı. Cənab Horemhop'u Keydamunun yanına aparın. Maraqlıdır, görək bu Yuzarsif kimdir? Salam olsun Allahın nəbisinə. Allahın salamı olsun sənə. Cənab Horemhop'a da salam olsun. Nə olub Binarus? Biz gəlmişik ki, sizi hökümdar Amunhotep'in sarayına aparaq, Yuzarsif. Saray mühafizəsinin başçısı Cənab Horemhop da sizlə bir yerdə getmək üçün gəlib. Mən töhmət oxu ilə yaralanmış kimiyəm. Nə qədər ki, bu ittiham üzərimdən götürülməyib, zindanı tərk edən deyiləm. Amma hökümdar sizi azad edib. Yaxşı olar ki, hökümdar əvvəlcə məni bu töhmətdən uzaqlaşdıra. Yoxsa xainə zindandan çıxış yolu yoxdur. Yox, siz narahat olmayın. Hökümdar sizi bağışlayıb. O, sizi himayə eləyəcək. Mənim onların bağışlamalarına ehtiyacım yoxdur. Çünki günahkarı bağışlayarlar. Hikmətli Yuzarsif'in üzərindən bu töhməti necə götürmək olar? Sahibinin yanına qayıt. Ona de ki, qadınların əllərini kəsmə macarasını araşdırsın. Hərçənd ki, Pərverdigarım mənə qarşı qurulan tələdən xəbərdardır. Siz gərək bu fürsətdən yaxşı istifadə eləyəsiniz. Bu ittihamı zindandan çıxandan sonra aradan qaldıra bilərsiniz. Öz azadlığınızı düşünün. Sizi Amunhotep özü himayə eləyəcək. Bu bəs deyil? Sizcə Amunhotep bir xaini nə qədər himayə eləyə bilər? Axı xainin Amunhotep'in sarayında nə yeri ola bilər? Binarusa de ki, Züleyxa və Putifarın macerasını necə var elə də əmirə çatdırsın. Züleyxadan qissas alınmalıdır. Yox, onların adını çəkmək düzgün deyil. Onlar neçə illər mənə əzizləyib, naz-nemət içində böyüdüblər. Neçə ildir ki, səni zindana atıblar. Ümid eləyirəm ki, sənin bu böyüdüyünün və fədakarlığının qədrini bilərlər, Yuzarsif.
Siz hansı qadınların əllərini kəsməyindən danışırsınız? Bu nə deməkdir? Siz cənab hökmdara deyin ki, qadınların əllərini kəsmə macərası nə idi? Onda həmin qadınlar özləri tapılacaqlar. Misir cəmaatı və saray əhlinin çoxu hələ də həmin macəranı xatırlayırlar. Yaxşı. Biz yenə də əli boş qayıdırıq. Görüşmək ümidi ilə. Sağ olun. Allah emanet. Kaş ki onlarla gedəydin. Hər şeyi Amunhotepə deyib, Züleyxadan intiqam almış olardın. Narahat olma. Onlar tezliklə qayıdacaqlar. Hələ belə bir şey eşitməmişdik. Deməli bizim azad eləmək istədiyimiz məhbus zindandan azad olmağı üçün şərt qoyur. Bəli, belədir cənab. O, böyük hökmdardan xahiş eləyir ki, qadınların öz əllərini kəsmələri macərasının nə olduğunu araşdırsın. Bu nə macəradır? Hansı qadınlar? Kimsə bu barədə bir şey bilir? Bəli, Ali cənab. Nə məsələ olduğunu bilirəm. Əgər icazə versəz, həmin qadınları bura gətirərəm. Tələsin. Məsələnin nə olduğunu bilmək istəyirəm. Oldu cənab. Gördünüz Putifar necə narahat oldu? Məncə bu məsələ həmən o cavanın həbs olunması ilə bağlıdır. Bu macəra bir neçə il əvvəl olub. Putifarın xanımı Züleyxa öz qılamı Yuzarsifə aşiq olmuşdu. Züleyxa xanım və Rudamunu tez yanıma çağırın. Cənab Putifar Züleyxa xanımla küsülü idi axı. Başa düşmədim. Yuzarsif'i görərkən çaşqınlıqdan əllərini kəsən qadınların adlarını istəyirəm. Onların adlarını neynirsiniz? Əla həzrət səni və həmin qadınları görmək istəyir. Züleyxa və Kari ananın adlarını dediyi qadınları elə bugün bura toplayın. Hökmdar Amunhotepin əmridir. Niyə? Onları yığmağın səbəbi nədir? Hökmdar onları nə üçün istəyir? Əmir Yuzarsif'i azad eləmək qərarına gəlib. Amma Yuzarsif buna yalnız o şərtlə razıdır ki, onun tapdalanmış ləyaqəti özünə qaytarılsın. Amunhotep həmin qadınları bir yerə toplayır ki, Yuzarsif'in günahkar olub olmadığını dəqiqləşdirsin. Onları mühakimə edəcəyinə şübhəm yoxdur. Mühakimə? Bəs günlərin bir günü Yuzarsif macərasında günahkar olanların ifşasına və sənin də mühakimə olunacağına inanmırdın?
Mən bu biabırçılığa layiqəm. Günahsız insanı zindana saldırıb ona böhtan atanın əsl cəzası elə budur. Bu dəfə rüsvay olacaq şəxs mənəm. Sən isə özünü çox-çox əvvəllər rüsvay eləmisən. Bir nəfər məmur götür, Züleyxa adlarını çəkdiyi bütün qadınlara xəbər ver. Amonhotepin sarayına gedəcəyik. Züleyxadan çox mən müqəssirəm. Əgər Amonhotep soruşsa ki, bu günahsız cavanı neçə ildir ki, nə üçün zindana salmısan, nə cavab verəcəyəm? Nemisa bu. Nə olub? Hökmüdar Amonhotep Züleyxa xanımı və qonaqlıqda iştirak edən bütün zadəgan xanımları çağırtdırıb. Hansı qadınları? Özəllərini kəsən qadınları. Hökmüdar Amonhotep bu qədər qadını nə etmək istəyir? Bəsdə Nemisa bu. Deyəsən o Yuzarsifin nə üçün zindana düşdüyünü və qadınların onunla nə əlaqəsi olduğunu bilmək istəyir. Yəni, əgər məlum olsa ki, Yuzarsifin günahı yoxdur, onu azad eləyəcəklər? Ümidvaram. Çox istəyirəm ki, Yuzarsif azad olsun. Züleyxa xanım və Tipsin digər qadınları da cəzalarını alsınlar. Ümid eləyirəm, Züleyxa xanım Yuzarsifə elədiyi bu qədər zülmün əvəzində layiqli cəzasını alacaq. Cənab Alixmahu, nə olub? Putifarın sarayının mühafisi Rudamun bizim iqamətgaha gəlib arvadım Meritatanı özü ilə apardı. Nə üçün? Gərək qoymayaydın. Bu Amonhotepin əmridir. O neçə il əvvəl Züleyxanın Yuzarsif macərası ilə bağlı qonaqlığında iştirak edən bir neçə başqa qadını da tutub, özü ilə birgə Amonhotepin sarayına apardı. Necə? Yuzarsifin macərası? Bəli. Yoxsa Amonhotep Yuzarsifi azad eləyib, o da intiqam almaq üçün həmin qadınların həbs edilməsini istəyir. İndi mən Meritatanı xilas eləmək üçün nə etməliyəm? Merritatan azad olacaq. Heç narahat olma. Bir nəfər göndərin, görün Yuzarsifi azad eləyiblər, yoxsa yox. Yuzarsif azad olsa, narahatçılıqlar başlayacaq. Onunla nə edeyim? Ey, Nemisa bu? Züleyxa xanımı və bu qadınları nə üçün saraya aparırlar? Bilmirəm.
Ora bax, deyəsən varlıların xanımlarıdır. Çox qəribədir. Bu dəfə fəqir və kasıbların əvəzinə varlıları həbs eləyiblər. Nə eybi var? Həmişəki əksinə olaraq bir dəfə də yağış yerdən göyə yağsın. Elə burada gözləyin. Bugün üçüncü gündür ki bir yuxunun yazımında ilişib qalmısınız. Bu rüsvayçılıqdır. Əgər Amunhotep bugün yuxusunun yazımını istəsə, mən nə cavab verim? Deyim ki, mənim yuxu yazanlarım yuxu yazmaq əvəzinə yeyib yatmağı yaxşı bilirlər. Yoxsa deyim ki, öz keyflərindədirlər. Bu yuxunu yazmaqda acizdilər. Arxayın olun. Ya bugün Amunhotep'in yuxusunu yazırsınız, ya da Amunhotep'dən əvvəl özüm sizin canınızı alıb qərbə göndərəcəyəm. Cənab Alexmahu. Sən nə deyirsən? Nə olub? Bugün Putifar Züleyxa xanımı və Tipsin qadınlarından bir dəstəsini özü ilə Amunhotep'in sarayına apardı. Deyəsən, onları zindana apardı. Mühafiz və keşikçilərlə birgə. Öyrənmədin nə üçün? Mən soruşdum, amma heç kim bilmir. Neçə illər öncə siz Misir qadınları ilə Yüzarsif arasında bir hadisə baş verib ki, mən həmin hadisənin həqiqətini bilmək istəyirəm. Deyin görüm, siz Yüzarsiflə görüşdükdə nə hadisə baş verdi? Mən sizlənəm. Məyər ağzınızda diliniz yoxdur? Tez olun, biriniz danışın. Biz Yüzarsifdən heç bir pislik və çirkinlik görməmişik. Biz heç vaxt pak və təqvalı olan Yüzarsifdən günah görməmişik. Məyər bir asimani mələyə pislik və çirkablıq yaraşdırmaq olar? Mən bilmək istəyirəm ki, sizlə Yüzarsif arasındakı macerada müqəssir kim idi? Məyər Yüzarsif xəta işlətmişdi? Məyər o günah işlətmişdi? Züleyxa cavab versin. Sizlə Yüzarsif arasında baş verən macerada müqəssir kim idi? Siz Yüzarsif'i müqəssir hesab edirdiniz, yoxsa günahsız? Mən bu maceranın üzərindəki pərdəni götürmək istəyirəm. Bunu da bilin ki, heç kəsin yalanı cəzasız qalmayacaq. Siz elə indicə bu qadınların doğru etirafının şahidi oldunuz. Bugün haqqın üzərindən pərdə götürüldü. Neçə illər bəziləri üçün qaranlıq qalmış həqiqətin üstü açıldı. Mənim bu acı həqiqətin qarşısında etirafdan başqa çıxış yolum yoxdur. Bəli. Mən neçə illər pak və günahsız Yüzarsifə aşiq idim. Ona sahib olub onunla günahkar əlaqəyə girmək istəyirdim. Amma o öz qeyrətini qoruyaraq mənim ona uzanmış əlimi geri qaytardı. Düzdür, Yüzarsif sizin qulamınız idi. Onun üzərində sahiblik qüdrətiniz var idi. Amma siz ərli xanım olduğunuz üçün belə bir səhv eləməyə haqqınız yox idi. Üstəlik də siz məbədin ilahələrindən hesab olunurdunuz. Siz Amunun zövcəsisiz. Belə bir xətaya yol vermək haqqınız yox idi.
Deməli, günahın sizdə olduğunu etiraf edirsiniz. Hiləni quran siz olmusunuz. Nəticədə isə günahsız Yüzarsifi zindana atmısınız. Bəli. Mən öz günahımı, yəni Yüzarsifin günahsızlığını etiraf eləyirəm. Aydındır ki, Yüzarsif məsələ belədirsə. Niyə gizlədilər? Yüzarsif günahsızdır. Onun heç bir günahı yoxdur. Nimisa bu. Bəli, cənab Rudamun. Bu gördüyün arabayla Yüzarsifin yanına gedə bilərsən? Yüzarsifin yanına? Bəli, bir göz qırpımında. Onunla nə işiniz var? O nə də ki, Züleyxa xanım və Misrin digər xanımları öz xətalarına və sənin günahsızlığına görə şəhadət veriblər. Tezliklə azad olacaqsan. Nə vaxt azad olacaq? Bilmirəm. Tezliklə. Cəld ol. Nimisa bunu Zavira zindanına apar və tez qayıt. Tez ol. Doğrudan siz əllərinizi ona olan vurğunluq hissindən kəsmisiniz və o sizə heç bir əhəmiyyət verməyib? Bəli, xanım, elədir. Biz bütün əllərimizi kəsib doğramışdıq. Yüzarsif çox qeyrətlidir. O qətiyyən bizim gözəlliyimizə maraq göstərmədi. O bizim heç bir hiləmizə, fitnəmizə allanmadı. Bu cür cavan həqiqətən tərifə layiqdir. Mənə onun barəsində çox şey demişdilər. Amma bunlar inandırıcı görünmürdü. Mən heç indi də inanmıram. O adi bir insandır. Günahsız ola bilməz. Niyə bu cür cavanın əleyhinə fitnə fəsad qurmusunuz? Niyə bu cür bənzərsiz gövhəri zindana atmısınız? Biz öz səhvimizi etiraf edirik və hökmdarın huzurunda üzr istəyirik. Mənim huzurumda? Siz gərək Yüzarsifin huzurunda bağışlanmağınızı istəyəsiz. Siz onun ömrünün neçə elini zindanın küncündə məhv eləmsiz. Siz də müqəssirsiz, cənab Putifar. Yuxu yozumu hikmətində Misirin bütün yuxu yozanlarından üstün olan, paklıqda bənzəri olmayan bir cavanı neçə illər zindan qaranlıqlarında məhbus eləmsiz. Mən bu səhvə görə heç bir doğru cavab verə bilmərəm. Təkcə onu deyə bilərəm ki, bəlkə də bu saysız hesabsız sözbazların ağzını yummaq üçün yeganə çıxış yolu idi. Onunla belə günahkar olduğumu bilirəm. Əgər icazə versəydiniz huzurunuzdan mürəxxəs olardım. Nəysə, halım yaxşı deyil. Eybi yoxdur. Gedə bilərsiz. Bu qadınları onların barəsində qərar çıxarılana dək müvəqqəti olaraq zindana aparın. Gedin. Siz nənəm tərpənin. Nə gözünüzü döyürsünüz? Siz qayıda bilərsiniz. Əmir Horemhab. Bəli, cənab hökmdar. Binarusla Zavira zindanına gedin və Yüzarsifə xəbər verin ki, onun paklığı və günahsızlığı bizə sabit oldu.
Biz ona hörmət bəsləyərək, onu ən yaxın dostlarımızdan eləyirik. Onu hörmətlə yanımıza gətirin. Həyəcanla Yüzərsifi görməyin intizarındayım. Rudamun dedi ki, Züleyxa və sizə tələ quran o biri xanımların hamısı günahlarını etiraf eləyiblər. Sizi bu böhtandan xilas eləyiblər. Amunhotep tezliklə sizi azad eləyəcək. Siz bu zindandan çıxacaqsınız, azad olacaqsınız. Mən təkcə onu istəyirdim ki, Putifar nə gizlində, nə aşkarda ona xəyanət eləmədiyimi bilsin. Hökümdar Amunhotep də bilsin ki, Yüzarsif heç də xəyanətkar deyil. Bilsinlər ki, Allah heç vaxt xəyanətkarları hiylə vasitəsilə məqsədlərinə çatdırmaz. Yüzarsif, necə oldu ki, Misirin qadınlarının qarşısında müqavimət göstərdin və onlar sənə qalib gəlmədilər? Hı? Mən özümü tərifləmirəm. Özümü eyb və nöqsanlardan pak bilmirəm. Aldadıcı nəfs məni də insanların bir çoxunda olduğu kimi pis, çirkin əməllərə vadar eləyə bilərdi. Lakin Pərverdigarım mənə rəhm eləyərək bu qadınların şərindən xilas elədi. Mənim Pərverdigarım olduqca bağışlayan və çox-çox mehribandır. Salam olsun Əmir Horemhopa. Salam olsun sizə. Yüzərsifi aparmağa gəlmişik. Azad olmağınız üçün vacib bildiyiniz şərt yerinə yetirildi. Züleyxa xanım və şəhərin digər kübar qadınları öz günahlarını etiraf elədilər. Onlar indi zindandadırlar. Amma mən onları cəzalandırmaq fikrində deyildim. Hökümdar Amunhotep sizi səbirsizliklə gözləyir. Sizsiz bizim üçün çox çətin olacaq. Sizsiz nə eləyəcəyik? Sizin yanınızda yaxınlarımızın, qohumlarımızın uzaqlığını unutmuşduq. Sənin getməyinlə biz yenə də tənha və kimsəsiz qalacaq. Hər bir halda Allah siznəndir. Onu öz yanınızda hiss eləsəz, onda zindanın çətinliyi də, Yüzarsifin ayrılığı da sizin üçün asan olacaq. Mən həmişə sizi görməyə gələcəm. Sizi tək qalmağa qoymayacam. Maraqlıdır, görəsən Yüzarsif məhbuslarla necə rəftar eləyib ki, onu bu qədər sevirlər. Yüzarsif onların sadiq dostu və yol göstərəni idi. Amunhotep'e de ki, Yüzarsifsiz Zavira zindanı unutkanlıq və qəbr evinə bənziyir. Ona de ki, ya Yüzarsifi bizdən almasın, ya da bizi ona qovuştursun. Sizə bir nəsihət verəcəm. Əgər eşitsəz, rahatlıq tapacaqsınız. Zindan dirilərin qəbri, qəmginlərin evi, dostların nöqsanlarını düzəldən sınaq yeri, günahkarların və canilərin peşmanlıq məkanıdır. Bizim dostlarımız belə bir çətin yerdə ruhlarını möhkəmləndirərək özlərini tərbiyə edib düzəldərlər. Zindanda özlərini qəbirdəki kimi dəfn eləməzlər. Tezliklə sizi görməyə gələcəm.
Hikmətli sözlərini heç vaxt unutmayacağıq. Allah amanın Yüzarsif. Xudahafiz. Allah Bizlərdən buna gəl. Bizi unutma. Bizi unutma. Allah Yüzarsif. Salamat qal, özündən müayət ol. Bizi unutma. Cənab Yüzarsif, bu təxtirəvan sizin minməyiniz üçündür. Başqalarının boynuna minməkdən qorxuram. Mən bunların boynundan yük götürmək üçün gəlmişəm. Boyunlarına minmək üçün yox. Narahat olmayın, yıxılmazsınız. Hər kim başqasının boynuna minsə, əvvəl-axır hökmən oradan yıxılar. Mən at arabasına üstünlük verirəm. Eybi yoxdur. Sənə uğurlar. Allah amanında. Allah Cənab Yüzarsif, buyurun mənim arabama minin. Allah sizi qorusun. Sağ ol. Allah sağ olun. Tərpənin. Cənab Yüzarsif, əgər istəyirsinizsə, əvvəlcə yunub paltarlarınızı dəyişin. Ondan sonra böyük hökümdarımız Amunhatepin mübarək hüzuruna gedək. Lap yaxşı. Mən özüm də onun hüzuruna bu cür getmək istəmirdim. O kim idi? Tanımırsan? O Yüzarsifdir. Hökmdar Amunhotepin əmri ilə zindandan azad olub. Yüzarsif. Bu ki İbrani dilində Yusif deməkdir. Hə, düz tapdın. Yusif. Yusif. Yusifi tapdım. Onu tapdım. Allah məni bağışlamayacaq. Bu nə işdir mən sənin başına gətirdim? Vay olsun mənə, mən Peyğəmbəri satmışam. Bu rüsvayçılıqdan sonra başıma nə çarə qılın? Yusifi tapdım. Axır ki onu tapdım. Yusifi tapmışam. Bütün bunlar sənin ucbatından oldu. Həm özünü rüsva elədin, həm də bizi. Mənim də başıma gələnlər Yüzarsifə görədir. Amma Yüzarsifin tənbehini çəkməyin yükü mənim üçün şirindir. Sən həm Putifarın, həm özünün, həm də bizim abır həyamızı apardın. Yüzarsifi, özünü, həm də bizi zindana saldırdın. Sənin kimi abırsızı gərək dar ağacına nasaydılar. Mən nə biabırçılıqdan peşmanam, nə də zindana görə qəmginəm.
Sizdən təqsirimə görə üzr istəməkdən başqa da əlimdən bir iş gəlmir. Bir iş gör. Onsuz da sən biyabır olmusan. Heç olmasa bizi biyabır eləmə. Keşikçi ilə danış. Bəlkə o Putifarla əlaqə saxlayıb bizi xilas eləyə. Narahat olmayın. Sizi burada saxlamayacaqlar. Müqəssir mənəm. Sizinlə işləri yoxdur. Qorxuram ki, həmişəlik zindanda qalarsan. Yüzarsifsiz hər yeri mənim üçün zindandır. Buranın xeyri ondadır ki, Yüzarsifin neçə illər zindanda çəkdiyi acını burada daha yaxşı anlayıram. Zavira zindanı buradan qat-qat qorxuludur. Mənsə 10 ildən çoxdur ki, günahsız Yüzarsifi orada həbsdə saxlamışam. Uşaqlıqda onu bir dəfə görmüşəm. İndi nə qədər dəyişildiyini təsəvvür edə bilmirəm. Cənab Horemhop və cənab Yüzarsif daxil olmaq üçün icazə istəyirlər. Əvvəlki kimisən. O vaxtda təzim eləmədin. Salam olsun hökümdar 4-cü Amonotepə. Salam olsun böyük yuxu yozan, hikmətli Yüzarsifə. Salam olsun hikmət və vicdan sahibi Yüzarsifə. Salam olsun Misirin böyük xanımına. Yadındadır Yüzarsif. Elə buradaca Putifarla atam 3-cü Amonhotepin huzuruna gəlmişdiniz. Sizsə mərhum Amonhotepin hədiyyəsini mənim boynumdan astınız. Həm vəzifə və təbəqə, həm də mənəviyyatca yüksələcəksən. Tipsin qadınları Yüzarsifə pərəstiş etməkdə haqlıdırlar. Doğrudan da o çox gözəldir. Yüzarsif, mən yuxumun yozumunu eşidən kimi sizi görmək arzusuna düşdüm. Günahsızlığınızı və qeyrətinizi biləndə özümü günahkar hiss edərək düşündüm ki, niyə bizim ölkədə sizin kimi böyük və hikmətli yuxu yozan öz ömrünü zindanda çürütməlidir. Mən Misirin qadınlarını sizə görə zindana saldırdım. Hökümdarın himayəsinə görə minnətdaram. Amma mən Misirin qadınlarının həbs və tənbih olmasına razı deyiləm. Sizin bu bağışlamağınız bizim yanımızda mənəvi dəyərinizin artmağına səbəb oldu.
Amma mən istəyirəm ki, onlar bir qədər tənbih olunsunlar. Misirin qadınlarını bağışlamaq sonraya qalsın. Uşaqlıqdan dəfələrlə sizin tərifinizi eşitmişəm. Amma gördüyüm eşitdiklərimdən də üstündür. Məni utandırmayın. Özümü bu qədər də tərifə layiq bilmirəm. Mən sizdən bir sual soruşmaq üçün dəqiqələri sayırdım. Cənab Yüzarsif, siz yuxunu necə yozursunuz? Misirin yuxu yozanlarının xüsusi duanı oxumaqla yuxu yozduqlarından sizin xəbəriniz var? Yuxu yozumu Allahın mənə öyrətdiyi bir elmdir. Mən özümdən heç bir söz demirəm. Deməli, düz eşitmişəm. Siz Amun və digər tanrılara pərəstiş eləmirsiniz. Bəli, elədir. Bu məsələ məni sevindirdi və sən mənim nəzərimdə daha möhtərəm oldun. Cürbəcür tanrılara səcdə eləməyib, Amunun məbədinin ardıcılarından olmamağında təqdirə layiqdir. Nəzərinizə çatdırım ki, Misirin hökümdarı cənab Amunhotepin də tanrılara etiqadı yoxdur. Tib şəhərinin böyüklərinin qarşısında Yüzarsiflə məbədin kahin və yuxu yozanları arasında bir mübahisə keçirmək qərarına gəlmişəm. İstəyirəm ki, hamı onların yuxu yozmaqda zəifliklərinin şahidi olsun. Şübhəsiz ki, bu məğlubiyyət xalqın Amun və digər tanrılara imanını azaldacaq. Tanrı, Amunun və kahinlərin qüdrəti cəmaatın himayəsi ilə möhkəmlənib. Cəmaatın kahinlərə inancının zəifləməsi Amunun da qüdrətini azaldacaq. Binarus, cənab Yüzarsifi istirahətgahına aparın. Oremhop, Tib şəhərinin bütün böyüklərini böyük bir qonaqlıqda iştirak eləmək üçün saraya dəvət eləyin. Baş üstə, cənab. Ümidvaram bu İbrani kafir uğur qazanmayacaq. Əks halda biz gərək böyük məğlubiyyətə, rüsvayçılığa hazır olaq. Amunun Yüzarsifin tək Allahı qarşısındakı məğlubiyyətinə, bütün məbəd kahinlərinin, yuxu yozanlarının bir çoban əsirli qul qarşısındakı... Əmir Takulu təşrif buyurub, cənab. Böyük əmir və Misirin tanrısı 4-cü Amonhotep, cənab Alixmahunu və yuxu yozanları gördüyü yuxunu yozmaq üçün öz sarayına dəvət eləyir. Lap yaxşı, gedə bilərsən. Gör nə günə qalmışıq ki, təcrübəsiz yeniyetmənin qarşısında durub, istintaq olmalı, onun kinayəli, tikanlı sözlərini eşitməliyik. Bəs siz indiyə qədər nə qələt eləyirdiniz? Deyin görüm, nə üçün Amun və onun kahinləri sizin fərsizliyinizə görə kötək yeməlidirlər? Neçə illərdir belə bir gün üçün yiyib yatırsınız? İndi məbədin sizə ehtiyac olduğu bir vaxtda aciz və zəifsiz. Misir cəmaatının tanrısı, hökmüdarı, 4-cü Amonhotep və tərəfdarları daxil olurlar.
bizim yuxu yozanları, kahinləri və zadəganları çağırmaqda məqsədimiz bizim yuxumuzu yozmağı bacardığını iddia eləyən bir cavanı sınamaq üçündür. Və biz bugün onun bu iddiasının doğru yaxud yalan olduğunun hamıya aşkar olmasını istəyirik. Salam olsun Misirin bilikli hökümdarı Amonhotepə. Yuzarsif uzun illər Putifarın sarayında xidmət elədiyinə baxmayaraq, hələ də Misirin tanrısının qarşısında təzim eləməyi öyrənməyib. Yüzlərlə müxtəlif ilah və ilahələrə təzim elədiyiniz üçün bu iş sizin üçün asan ola bilər. Amma mən bu vaxta qədər yalnız bir məbudun qarşısında təzim eləmişəm. Ümid eləyirəm ki, cənab hökümdar təzim eləməməyimi ədəbsizliyi kimi qəbul eləməz. Amma Misirin böyüklərinin və saray əhlinin ədəb qaydalarına görə bu böyük hörmətsizlik sayılır. Əgər baş kahinin dediyi kimi təzim eləyə bilsəydin, Tipsin gözəllərinin qarşısında da baş əyib, neçə illər zindanın küncündə qalmazdan Yuzarsif. Hamı bilir ki, bu məclisi keçirməkdə məqsədim bu yaxınlarda gördüyüm yuxunun mənasını yozmaqdır. Güman eləyirəm ki, Misirin yaşlı və qüdrətli yuxu yozanları indiyədək mənim yuxumu yozublar. Halbuki cavan Yuzarsifdən belə bir intizarımızın olmadığı halda, o bu rəqabətin arzusunda olduğu üçün biz də onun öz bacarığını sınamasını istədik. Yəqin çoxunuz mənim yuxumun şərhini eşitmisiniz. Eşitmişik. Bəli, eşitmişik. Amma mən onu yenidən təkrar eləmək istəyirəm.